Salam, axşamınız xeyir, dəyərli izləyicilər. Bugün sizinlə Riyaziyyat Güvən kitabı 2025-ci ilin sınaq 1 suallarına baxacağıq. Sizdən bir dənə xahişim budur ki, əgər izahı bəyənsək, doğrudan bəyənsək, bəyənmə düyməsini vuraq və abunə olaq. Abunə olaq sayımız artsın ki, digər dostlarımız, tanışlarımız, yaxınlarımız da bu izahdan bəhrələnib sınaq 1-in izahına buradan baxa bilər. Başlayaq sualların izahına. Birinci sual belədir. Bizə deyir ki, 12-yə böldükdə qismətdə 6, qalıqda 5 alınan ədədin rəqəmləri cəmini tapın. Bax, birinci sual belədir. 12-yə böldükdə qalıqda 6 alınırsa, elə bil ki, ədəd A-dır. 12-yə böldükdə qismətdə 6 alınır, qalıqda 5 alınır. Həmin ədədin rəqəmləri cəmini tapın. Mən buradan A-nı tapsam, A bərabərdir. 12 vurulur 6-ya, üzərinə 5 gəlinir. Buradan 6-nı 12-yə vursaq 72, üzərinə də 5 gəlsək 77. Ədədim 77-dir. Bunun rəqəmləri cəmini soruşur. 7 üstə gələk 7 bərabərdir 14. Cavab C variantı. İkinci sualımız belədir. Bizə deyir, rənglənmiş hissənin sahəsini tapın. Gəlin belə deyək. Bax, burada belə desək, bir dəqiqə şəkili çəkək. Burada 2 dənə dairə çəkirəm. L-L-Ven diaqramı. Diaqram çəkirik əslində. Burada birinə A deyirəm, birinə B deyirəm. Bu birisinə də C deyək. Buna da C deyək. İndi təsəvvür edin ki, bax, bu hissə rənglidir. Bu hissə rənglidir. Bu da olsun C çoxluğu. Bizə deyir ki, bu rənglənmiş hissəni tapın. Normalda C çoxluğunun hamısı rəngli olmalı idi. Elə bir ki, C çoxluğunun hamısı rəngli olmalıdır. Burada rəngli olmayan hissə haradır? A ilə B-nin kəsişməsidir. Elə bir C-dən çıxıblar, C-dən çıxıblar. Nəyi? A ilə B-nin kəsişməsini. Bax, kəsişmə bu ərazini əhatə eləyir, bu ərazini. Elə bir C-dən də çıxıblar, bu hissəni çıxıblar da. Ona görə də o hissə ağ qalıb, bu cür qalıbdır. Demək ki, cavab hansı variantdır? C variantı. Sonra, üçüncü misalımıza baxaq. Üçüncü misalımız belədir. 5 çıxaq. 5 çıxaq. 3-də 5 üstə gələk. 6-da 5 bölünsün 2-də 5. Məxrəcdə 0 tam dövrdə 4 vurulsun 2 çıxaq 2-də 1. Bu bərabərdir. 5 çıxaq yazıram. Mötərizədə 3-də 5 üstə gələk. Bunun tərsini çevirib vururam bir-birinə. 6-da 5-i 2-də 5-ə böləndə vururam 5-də 2-yə. Məxrəcdə bunu 9-da 4 kimi yaza bilərəm. Vurulsun. Burada da ortaq məxrəc 2-dir. 2-ni vurursan 2-yə, çıxırsan 1-i. Bu bərabərdir. Burada baxıb görürəm ki, sürətdə 5 çıxılsın. Burada 5-lər ixtisar getdi. 6 ilə də 2 ixtisar getdi. Qaldı belə. 3-də 5, üstə gələk. Burada elə ki, 6 ilə 2-yə ixtisar getdi. Burada 3 qaldı. Burada 1 qaldı. 3-də 1 qaldı burada. 3-də 1. Məxrəcdə 9-da 4 qaldı. 9-da 4. Vurulsun 2-də 4-dən 1 çıxsa 3 eləyir də. Bu bərabərdir. 5 çıxılsın. Bu sürətdə 3-də 5 ilə 3-də 1-i toplasaq 3-də 6 eləyir. 6-nı 3-ə bölsək 2 eləyər. 5 çıxaq 2. Burada da 4 ilə 2 ixtisar getdi. Burada 1, burada 2 qaldı. Burada 9 ilə 3 ixtisar getdi. Burada 1, burada 3 qaldı. Elə bir ki, məxrəcdə də 3-də 2 qalmış olur. O da bərabərdir. Sürətdə qalır 3. Məxrəcdə qalır 3-də 2. Bu da bərabərdir. Elə bir ki, burada 2-də 3 vuraq 3 olur da. O da bərabər 4 tam onda 5 eləmiş olur. Və yaxud da elə A variantıda 4 tam onda 5 cavab A variantı 4 tam onda 5 olmuş olur.
Bunu yazdıq. Keçək növbəti sualımız 4-cü sualdır. 4-cü sualda belə deyir. Deyir, tərkibində duz və su olan qabdakı məhlulda duzluq faizini sabit saxlamaqla duz və su əlavə olunur. Qaba əlavə edilən duz və suyun miqdarı aşağıdakı cədvəldə verilmişdir. Cədvələ əsasən x plus y-i tapın. Bax, gəl bu hissədən belə deyək də 3-6 hissəsindən. Burada birincidə duz nə qədərdir? Duz 3 qramdır. Suyun miqdarı da 16 qramdır. Biz demişik ki, duzluq faizini hesablayanda nə edirik? Maddə bölünsün məhlul vurulsun 100%-nə hesablanır. Elə bil ki, maddə 3-dür, məhlul nədir? Məhlul da maddə ilə suyun cəmidir. 16 üstə gələk 3 bərabərdir 19. Elə burada 19 məhlul olur. 100%-ə vuranda nə olmalıdır? Bu birincidədir. İkincidə isə belədir. Maddə burada duzdur da təbii ki. Duz burada x qramdır, x qram. Su burada 48 qramdır. O zaman məhlul olur. X plus 48 olur. Demək ki, burada maddə bölünsün məhlul. Maddə x-dir, məhlul x plus 48-dir. Burada 100%-ə vuranda burada duzluq faizi sabit qaldığı üçün bunlar bir-birinə bərabər olur. Burada sağ və sol tərəfdən 100-ə ixtisar aparsam belə qalır. 19-da 3 bərabərdir x bölək x üstə gələk 48. Buradan çarpaz vursam 3x üstə gələk 3-ü 48-ə vursam 144 bərabərdir 19x. 3x-i sağa keçsəm 19x çıxaq 3x bərabərdir 144 olur. Buradan 16x bərabərdir 144. 144. X-i də tapsam 144-ü bölürəm 16-ya. O da 9 eləmiş olur. Mən x-i 9 tapdım. Digər tərəfdən üçüncü də belədir. Burada elə bil duz burada 24 qramdır. Su y qramdır. Məhlul isə 24 üstə gələk y-dir. Yenə duzluq faizi eyni olduğuna görə birinci qarışıqla üçüncü qarışıq duzluq faizi sabit qalır. Yəni 3-ü 19-a bölüb 100%-ə vuranda bərabər olmalıdır. 24 üstə gələk y vurulsun 100%-lə bərabər olmalıdır. Duzluq faizləri bərabərdir. Buradan yenə də ixtisar aparsaq, yenə belə olur. 19-da 3 bərabərdir. 24 yuxarıda, 24 üstə gələk y-də aşağıda. Çarpaz vursaq, 24-ü 3-ə vursaq 72 üstə gələk 3y bərabərdir. 24-ü 19-a vursaq 24 vuraq 19. 456 eləyir. 456. Buradan mən 3y tapsam 456-dan çıxaram 72-ni. Çıxaq 72. Bu elədir 384. 384-də y tapsam 384-ü bölərəm 3-ə. O da eləyər 3-ə bölsək 128 eləmiş olar. Demək burada mən x-i tapdım. X burada neçə oldu? X məndə burada bax 9-dur. Y də məndə 128-dir. Məndən nəyi soruşur? X plus y-i soruşur. X burada 9 üstə gələk 128. O da bərabərdir 137 olmuş olur. Hansı variantdır? C variantı olmuş olur. Sonra növbəti sualımız 5-ci sualdır. 5-ci suala baxaq. 5-ci sual belədir. Bizə deyir ki, burada şəkil çəkək. Şəkili çəkək bir dənə. Şəkili çəkmədik. Belə çəksək. Belə, bir də belə. Buranı verib bizə 40 dərəcə. Bura A, B, D, Y, C. 40 verib. Buranı 75 verib. 75.
Bizdən nəyi soruşur? DYS-ni soruşur. Bax, bu x bucağını soruşur bizdən. Bu x-i tapmaq üçün nə etmək lazımdır? Bax, bu tərəf, bu tərəf. Bu tərəf bu tərəfə paraleldir. Paralel olduğu üçün, bax, bu bucaqla bu 75-in cəmi 180 olmalıdır. Çünki daxili bir tərəfi bucaqlardır. Burada 105 olmalıdır ki, 105 olmalıdır ki, 105 ilə 75-in cəmi 180 olsun. Bu 105 isə bu tərəfdə 105-dir. Bir üçbucaq yarandı. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. X üstə gələk 40 dərəcə, üstə gələk 105 dərəcə bərabərdir 180 dərəcə olmalıdır. Üçbucağın daxili bucaqların cəmi 180 dərəcədir. X üstə gələk 145 dərəcə bərabərdir 180 dərəcə. X də bərabərdir 35 dərəcə olmuş olur. Hansı variantdır? Cavab A variantı olmuş olur. Sonra 6-cı sualımız belədir. 6-cı sualımızda deyir ki, AB üstə gələk BA bərabərdir C3 olarsa A plus B plus 2C'ni tapın deyə bir sualdır. Burada bunu ayırıram, yəni parçalayıram. 10A üstə gələk B üstə gələk 10B üstə gələk A bərabərdir C3'ü saxlayıram yerində. Burada 11A üstə gələk 11B olur. Bərabərdir C3 qalsın yerində. 11'i çıxarsaq mötərizə xaricində A plus B bərabərdir C3 olur. Baxıram ki, burada C3, bax bu C3 2 rəqəmli ədəddir və sonu 3 ilə qutarıbdır. Və burada bu tərəfə baxıram ki, burada da 11'ə vurma əməli var. Sol tərəfdə 11'ə vurma əməli varsa, sağdakı ədəd 11'ə bölünməlidir. Sağdakı ədəd 2 rəqəmli ədədlərdən hansı 11'ə bölünür? Axırı 3 olan 2 rəqəmli ədədlərdən hansı 11'ə bölünür? Təbii ki, bu 33'dür də. Demək, burada C3 33'dür. 33 isə 11 vuraq. 33 almaq üçün A plus B neçə olmalıdır? Bu 3 olmalıdır da. Bu 33 olsun deyə. Demək ki, burada A plus B'nin yerində 3 durur. Bərabərdir 3'ə. Burada da C'nin yerində 3'dür. Demək, C də burada bərabərdir 3'ə. O zaman A plus B plus 2C bərabərdir 3 üstə gələk 2 vuraq 3. O da bərabərdir 9. O da hansı variantdır? D variantı olmuş olur. Aha. 7-ci sualımız belədir. A bu çoxluq, B çoxluqları verilmişdir. A birləşmə B, kəsişmə B. Gəl A ilə B-nin birləşməsini tapaq. Görək hansılardan ibarətdir. A'dır, B'dir, sonra C'dir, D'dir, Y'dir, F'dir, bir də H'dır. Burada N, A birləşmə B neçəyə bərabərdir? 2, 4, 6, 7. 7'yə bərabərdir, bəli. Sonra kəsişmə deyir. Kəsişmədə A kəsişir B. Görək hansı elementlərdən ibarətdir? Kəsişmədə ortaqlardır. A'dır, sonra E'dir, sonra A, E, başqa varmı? Xeyr, yoxdur. 2 dənə kəsişməsi var bunun. A, E, vəssalam. İndi burada da N, A kəsişmə B bərabərdir 2'yə. Buradan nəyi soruşur bizdən? Bizdən bunların cəmini soruşur da. 7 üstə gələk 2 bərabər neçəyə? 9'a. Bu da C variantı olmuş olur. 8-ci sualımıza baxaq. 8-ci sualımız belədir. 3 vurulsun, 3 vurulsun. 0 tam, dövrdə 9, çıxaq, 2'də 1. Məxrəsdə 3'də 1 bölünsün, 5'də 2, üstə gələk 3'də 2. Aha, bu bərabərdir. 3 vurulsun, burada 0 tam dövrdə 9'u 9'da 9 kimi yazaram. Çıxaq 2'də 1. Məxrəsdə 3'də 1 vuraq 2'də 5 yazıb üzərinə 3'də 2'ni gəlmək olar. Bu bərabərdir. 3 vurulsun. Sürətdə 1 çıxılsın 2'də 1. Məxrəsdə 6'da 5 eləmiş oldu. Üstə gələk 3'də 2. Aha. Burada 3 vurulsun. 1'dən 2'də 1'i çıxanda 2'də 1 eləyir. 2'də 1. Burada da 6'da 5. Bunu da 6 eləmək üçün məxrəcini 2'yə vurmaq lazımdır. Bu 6'da 4 olmuş olur. Bu da bərabərdir
Bu da bərabərdir. 2-də 3 kəsirin sürətində oldu. 6-da 9-da məxrəzində. Bu bərabərdir. Belə olduqda bunlar 1 vurulur, sürətdə yazılır. 3 vurulur 6-ya. Bunlar da 1 vurulur, məxrəzdə yazılır. 2 vuraq 9. Burada bu 3 ilə bu 6 3-ə ixtisar gedir. Burada 2 qalır, burada 3 qalır. Aha. Elə bir sürətdə oldu 3 vuraq 2, məxrəzdə oldu 2 vuraq 3. Bunlar 6 bölək 6, o da bərabərdir 1 eləmiş olur. A variantı. Sonra 9-cu sualımıza baxaq. 9-cu sualımız biraz bulandıq düşübdür. 9-cu sualımıza baxaq. Bizə deyək, satıcı məhsulun 40%-ni 20% zərərlə, qalanını isə 30% gəlirlə satarsa, bu satışda neçə faiz gəlir əldə eləyər? Məhsulun deyir, bilmirik hansı məhsuldan söhbət gedir. Ən gözəli budur ki, məhsulun miqdarını 100 ilə ifadə eləyək. Tutaq ki, məhsulumuz, deyək 100 kiloqramdır da, deyək ki, 100 kiloqram. Onun 40%-ni, yəni 100-ün 40%-ni, 100-ün 40%-ni tapıram, %40, o da bərabərdir. Burada 100 ilə 100 ixtisar gedir, neçə qalır? 40 kiloqramı. 40 kiloqramını 20% zərərlə satırsa, 20% zərərlə satmaq, 100% çıxaq 20%, 80% ilə satmaq deməkdir. Yəni, 80 kiloqramı, 40 kiloqramı 80% ilə satır. 40-ın 80%-ni tapıram, %80-ə vurulur, bərabərdir. Burada bu sıfırlar getdi. 4 dəfə 8-dən 32 manat oldu, tutaq ki, manat. Aha. İndi buradan tutaq ki 32 manat əldə eləyibdir. Sonra qalanını deyir, qalanını. 40%-ni bayaq tapdıq. Qalanında 60%-də bu birinci hissə. İkinci hissədə belədir. 100 kiloqramın 60%-i, %60-ı qalanı olur. Burada 60 kiloqram olur. 60 kiloqramı da 30% gəlirlə satır. 30% gəlirlə satırsa 100% üstə gələk 30%, 130%. Yəni 60 kiloqramda 130% ilə satır. 60-ın 130%-ni tapırıq. 60 vurulsun %130 bərabərdir. Yəni ədədin faizini tapanda ədəd faiz göstərən kəsirə vurulur. Burada bu sıfırlar ixtisar getdi. 6-nı 13-ə vuranda 78 eləmiş olur. İndi bayaqlarım mən 78 manat oldu da, belə deyək. Bayaq 32 manat bir gəlir əldə eləmişdim. 78 manat da bu. Elədi neçə? 110 manat elədi. 110 manat. Bayaqların malın maya dəyəri neçə idi? Məhsul məsələn 100 kiloqram idi. 100 kiloqram. 100 kiloqramı deyək ki 1 manatdan satsa 100 manat eləyirdi. İndi burada 110 manat eləyibdi. Hardan hara gəlibdi? 100 manatdan, 100 manatdan. Gəlib çıxıb hara? 110 manata. Fərqə baxırıq. Fərq neçədir? 110 çıxaq 100 bərabərdir 10 manat. Bölürsən hardan gəlibdir o əvvəlki vəziyyətinə? 10 bölünsün 100, vurulsun 100%. 100%-lər ixtisar getdi. 10% gəlir əldə eləmiş olar. Cavab burada A variantıdır. 10%. Sonra 10-cu sualım belədir. 10-cu sualım. Deyir ki, uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan birinin tənböləni digərinin tərəfi ilə 40 dərəcəli bucaq altında kəsişir. Cəmi 184 olan bu bucaqlardan böyüyünü tapın deyə bir sualdır. Aha, gəl bunu eləyək. Burada bizə deyir ki, uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan birinin tənböləni digərinin tərəfi ilə 40 dərəcəli bucaq əmələ gətirir. Cəmi 180 dərəcə olan. Cəmi 180 dərəcədirsə, bunlar bir-birlərinə bərabər deyirlər. Cəmi 180 dərəcədir. Demək ki, biri olsun tutaq ki, belə. Digəri də olsun belə. Aha. İndi burada 90 dərəcə, burada 90 dərəcə. Birinin deyir nəyi? Birinin tənböləni digərinin tərəfi ilə neçə dərəcəli bucaq əmələ gətirir? Tutaq ki, tənbölən bu olsun, tənbölən. Bax, bu tənböləndir. Bir bucağın tənböləni budur. Digərinin tərəfi ilə neçə dərəcəli? 40 dərəcəli. Elə bura ilə 40 dərəcəli bucaq əmələ gətirdi.
Bura ilə 40 dərəcəli bucaq əmələ gətirdisə, bax bu düz bucaqlı üç bucaqdır. Bir dəqiqə. Bu hissə düz bucaqlı üç bucaqdır. Bura 40 dərəcədirsə, burada 50 dərəcə olmuş olur. Tənbələn olduğuna görə bu da 50 dərəcə olmuş olur. Bura 90-dır, bura da 90-dır. Aha, bizə nəyi soruşur ümumiyyətlə? Cəmi bucaqlardan böyüyünü tapın deyə bir sualdır. Bax, deyək ki, burada bu bucaq 100 dərəcə elədi. 100 dərəcə. Cəmi 180 dərəcədirsə, burada olsun 80 dərəcə olur da. 80 dərəcə olmuş olur. Aha. 80 dərəcə olmuş olur. Bucaqlardan böyüyünü tapın. Böyüyü neçə oldu? 50 üstə gələk 50 dərəcə. O da neçə oldu? 110 dərəcə olmuş olur. Cavab hansı variantdır? Cavab B variantı. 110 dərəcə. Sonra 11-ci sualımıza baxaq. 11-ci sualımız belə deyir. Deyir ki, 7A plus B-nin üstü 5 tək ədəd. 3B üstə gələk 5-in 3-cü dərəcədən qüvvətidir bu. Cüt ədəd olarsa, o birisi də 7A üstə gələk B-nin üstü 5-ci dərəcədir. Tək ədəd deyir. 3B üstə gələk 5-in üstü kubdur da. Cüt ədəd olarsa, aşağıdakılardan hansı cüt ədəddir? Mən bunu deməmişdən öncə bir şey bilmək lazım ki, cüt ədədin üstü n neçə olur olsun, bu cüt ədəddir. Tək ədədin üstü n neçə olur olsun, təbii ki, n burada natural ədəddir. N burada natural olduqda, n neçə olur olsun, burada yenə də bu tək ədəd eləyir. İndi biz burada nədən yanaşaq? 3B üstə gələk 5-in kubundan yanaşaq. Görək bu təkdirmi, cütdürmü? Bunun burada söhbət B-dən gedir də, B-nin qiyməti təkdirmi, cütdürmü? Ona baxacağıq. Bu ifadə zaten şərtdə verir ki, cüt ədəddir. Bu cüt ədəddir. Bax, bu ifadə cüt ədəddir. Mən burada B-nin yerinə bir dəfə 1 qoyuram, bir dəfə 2 qoyuram. Qoyaq görək hansında ifadənin özü bütövlükdə cüt ədəddir. B-nin yerinə 1 qoysam, 3-ü 1-ə vursam, 3, üstünə 5 gəlsəm, 8, 8-in kubu cüt eləyəcəkdir. B-nin yerinə 2 qoysam, 6, 6 ilə 5-in cəmi 11, kubu yenə də tək ədəd eləyəcəkdir. Burada demək B-miz 1 imiş. B bərabərdir 1. Bu yaddaşımda qalsın. Digər tərəfdən də 7A üstə gələk B-nin yerinə 1 yazıram, B 1 götürürəm də, üstü 5. Bu da deyir ki, tək ədəddir. Bunun tək olması üçün gəl A-ya qiymətlər verək. Bir dəfə 1 verək, bir dəfə 2 verək. A-ya 1 versək, 7-nin 1-ə vursaq, 7 üstərindən də 1 gəlsək, 8, 8-in istənilən dərəcədən qüvvəti cüt ədəd eləyəcək. Bu da deyir təkdir. 2 qoysaq yerinə A-nın, 2-ni 7-yə vursaq, 14, üzərinə 5, 1 gəlsək, 15, 15-in də istənilən qüvvəti 15 tək ədəddir da. İstənilən qüvvəti tək ədəd olmalı. Demək, burada A-mız neçəymiş? A-nın yerinə 2 qoyanda ödür. A-nın yerinə niyə 1, 2 falan qoyuruq? Cüt ədəd deyirsə, A-nın yerinə bir dəfə tək olaraq 1 qoyun, bir dəfə də cüt ədəd olaraq 2 qoyun və yoxlayın. Hansında şərtə uyğun gəlirsə, onu elə götürmək lazımdır. Mən belə başa düşdüm ki, burada A, yəni cütdür, B təkdir. Tək olduğu üçün B-yə 1 dedim, cüt olduğu üçün A-ya 2 dedik. Burada digər variantları yoxlasaz görəsiniz ki, uyğun gəlməyəcək. Bir dənə E variantına uyğun gəlir. 2B üstə gələk A-ya baxaq. 2-ni vursaq B 1. Üstünə də A 2-ni gəlsək, bu 4 eləyir, bu da cüt ədəd eləyir. Digərlərində cüt eləməyəcəkdir, tək ədəd eləyəcəkdir. Cavab demək hansıdır? E variantı. 12-ci sualımıza baxaq. 12-ci sualımız belədir. Bunu bir dənə Euler-Venn diaqramında çəkək. Hə, bizə deyir ki, burada n A çıxaq B, burada 60'dır, cəmi 60. Birləşmə 5 dənə kəsişməyə bərabər olarsa n A kəsişmə B. Kəsişmədə tutaq ki, x element var. Tamam. Birləşmədə də bax təkcə A çıxaq, bax bura A-dır, burada B-dir. Bu hissə A çıxaq B-dir. Bu hissə B çıxaq A-dır. A çıxaq B-yə, bura A deyirəm mən, burada B deyirəm. Bizə şərt verir ki, A çıxaq B ilə B çıxaq A-nı toplayanda 60 yeri. Elə bir ki, A plus B bərabər neçəyə? 60-a. Sonra deyir ki, birləşmə hamısıdır. Birləşmədə burada 5 kəsişmə var da, 5x var. Belə başa düşürük də, birləşmə bərabərdir. Yəni 5x bərabərdir. A üstə gələk x üstə gələk B. O da bərabərdir. A üstə gələk B üstə gələk x yazıram. 5x bərabərdir.
A üstə gələk B məndə 60 edir. Üstə gələk x. Buradan x-i sol tərəfə keçsəm 5-2 çıxa x bərabərdir 60. 4x 60'dır. X də bərabərdir 15 eləmiş olur. Bizdən nəyi sordu? Kəsişməni. Kəsişmə də burada x-dir. Demək burada cavab B variantı 15'dir cavab. Sonra 13-cü sualımız belədir. Aşağıdakı kəsilərdən hansının sonlu kəsir şəklində göstərmək olmaz? Biz bilirik ki, kəsirin məxrəzində yalnız 2 vurğu, yalnız 5 vurğu və yaxud da 2 vuraq 5 vurğu varsa, bu sonlu kəsir şəklində göstərmək olar. Digər hallarda olmaz. Baxsaq görsək, burada A variantında 2-də 1'dir. Burada 2 vurğu var. B variantında 4-də 3'dür. 4'ü 2 vuraq 2. Sürətdə 3 yaza bilərəm. C variantında 6-da 5'dir. 6-nı 2 vuraq 3. Sürətdə də 5'dir. Baxıram ki, burada 2 vurğundan başqa bir dənə də 3 vurğu var. Ona görə bunu göstərmək ola bilməz. Qalanlarını göstərmək olar. Cavab C variantıdır. Müəllim, D variantına baxaq. D variantı 8'dir. 2 vuraq 2 vuraq 2 yazaram. Sürətdə 7'dir. Burada məxrəzdə yalnız 2'lər iştirak elədi. E variantında da 9 bölək 10'dur. Onu da 2 vuraq 5 yazaram. Burada həm 2 həm 5 vurğu var hasil şəklində. Demək bunu da sonluluq kəsir şəklində göstərmək olar. Cavab C variantıdır. 14-cü sualımıza baxaq. Düşərgədə 80 şagirdə 15 günə çatacaq qədər ərzaq var. Bax, ərzaq 80 nəfərə 15 gün çatır. Bunu bildik. Digər şagirdlərin 20'si düşərgədən ayrıldı. 20'si ayrıldısa 60 nəfəri qaldı. Həmin deyər ayrılarsa bu ərzaq qalan şagirdlərə neçə gün çatar? Yəni 60 nəfərə bu ərzaq, bayaqki ərzaq neçə günə çatar bilmirəm. X günə. Bilirəm ki, burada insan sayı ilə gün sayı tərs mütənasib. Niyə görə? Bax, insan sayı artanda ərzaq çatacaq günlərin sayı azalır. İnsan sayı azalanda ərzaq çatacaq günlərin sayı çoxalır. Tərs mütənasib cəmiyyətlər olduğu üçün qarşı-qarşıya vurulur bunlar və bərabərləşdirir. 60 vuraq x bərabərdir 80 vuraq 15 şəklində yaza bilərik. 15. Burada sağ və sol tərəfdən 15'e ixtisar eləsəm, burada 4x qalır. 4x bərabərdir 80. Bu da yenə sağ və sol tərəfdən 4'ə bölsə x bərabərdir 20 qalmış olar. Demək burada 20 günə. Cavab 20 gün. Sonra 15-ci sualımız belədir. 15-ci sualımız. Deyir, düz xətt üzərində 10 nöqtə qeyd olunmuşdur. Düz xətt üzərində alınan parçaların sayını tapın. Düz xətt üzərində n nöqtə varsa, alınan parçaların sayı n vuraq n-1 bölək 2 düsturu ilə hesablanır. Bu da niyə görə bu düsturla hesablanır? Bax, parça olması üçün mənə 2 nöqtə lazımdır da. 2 nöqtə A, B nöqtəsi. Bax, demək ki, burada 10 nöqtədən 2 nöqtə lazımdırsa, bu kombinezon 10'dan 2'yə gəlir. O da bu düstura gəlib çıxır. Düsturum budur yəni. N'in yerinə qoysaq 10. 10 vuraq. 10 çıxaq 1 bölək 2 bərabərdir. 2-də 10 vuraq 9. 90'ı 2'yə böləndə 45. Cavab burada neçədir? 45 sayda parça var. Sonra 16'ya baxaq. A-nı B-ni verib, bu olarsa birləşməni deyir tapın. Sadə sualdır. A ilə B-nin birləşməsi bərabərdir. A ilə B-nin birləşməsi. Nə olacaqdır burada? A-nı seçirik, B-ni seçirik, C-ni seçirik, D-ni seçirik, Y-ni seçirik. Sonra F-i seçirik, F-i. Bir də K-nı seçirik. Vəssalam. Birləşmədə neçə element oldu? A birləşir B bərabərdir. 2, 4, 6, 7 dənə element oldu. Cavab burada 7'dir. 17'yə baxaq. 17-ci sualımız belədir. Üstdəki hissəsi 36 olan ədədi tapın. Hissəsinə görə ədəd tapanda verilmiş ədəd, yəni 36 hissə göstərən kəsrə bölünür. Bu da bərabərdir. 36 vurulur 2-də 3'ə. O da bərabər. 36'nı 2'yə bölsək 18. 18'i də 3'ə vursaq 54 eləmiş olur. Cavab burada 54'dür. 18-ci sualımıza baxaq. Ədədin 1/4'də 1'i onun neçə faizidir? Ədəd olsun x. Ədəd x olsun. Onun 1/4'də 1 hissəsi ilə 1/4'də 1 bərabərdir 4'də 5'ə. Ədədin 4'də 5 hissəsi elə bir ki olur 4'də 5 x olur. Deyir, ədədin
1,4-də 1 hissəsi, yəni 4-də 5 hissəsi ədədin neçə faizidir? Yəni 4-də 5 x-i 4-də 5 x-i x-ə bölüb 100%-ə vurmaq lazımdır. X-ə bölsək burada qalır 4-də 5, 100-ə də vursaq 25, 100-ü 4-ə bölsək 25, 5-ə də vursaq 125 faizi eləmiş olur. Cavab 125 faizidir. Sonra burada bunun digəri də var. Dəqiqə, digər hissəsi. Aha, 19-cu sualımıza baxaq. Aha, 19-cu sualımız belədir. Burada cavab elə bir ki 125 oldu da. 125 faiz. 19-cu sualımız belədir. 15 faizi bu olan ədəd tapın. Gəl hələ birinci ədəd tapaq görək neçədir bu ədəd. Ədəd biraz mərtəbəli şəkildə verib. Uşaqların da gözünü belə adi onluq kəsirlər, qorxuzur. Əslində qorxmaq lazım deyil. Sadəcə bir tərəfdən başlayıb həll etmək lazımdır. O zaman düyün çözülür və ifadə sadələşir. 4-də 3. Bu bərabərdir. Elə bir ki, belə olanda məxrəc qalır yerində. Qabaqki ədəd məxrəcə vurulur. Çıxmadsa çıxılır, toplamadsa sürətlə toplanır. İndi burada çıxmadı, sürəti çıxırıq. Sürətdə yazırıq da təbii ki. 3 vuraq. İndi bu belə olacaqdır. 2 ilə 5-ə ortaq məxrəc 10-dur. Burada 2-ni 10 eləmək üçün 5-ə vurduq. Sürəti də 5-ə vururuq, 15 olur. Üstə gələk, 5-i 10 eləmək üçün 2-yə vurduq, 3-ü də 2-yə vururuq, 6 olur. Burada da tərsini çevirib vururuq, 3-də 4. Bu bərabərdir. Aha. Kəsirin məxrəcində oldu 4-də, 2-də 4-üm 8, 1 çıxsaq 7. Sürətdə oldu, mən bu vurmanı gətirəm qarşıya. 3 vuraq, 3-də 4 yazıram, 3 vuraq, 3-də 4. Vurulsun, bu da neçə elədir? Bunu da elə birbaşa yazaq da kəsirdə. 10-da, 15 ilə 6, 21 eləmiş olur. Bu bərabərdir. 3 ilə 3 ixtisar getdi. Qaldı. Burada 4 ilə də 10 ixtisar getdi. Burada 5 qaldı. Burada 2 qaldı. 2-ni 21-ə vursaq. 2-ni 21-ə vursaq. 5-də 42 eləyir. 5-də 42. Burada da 4-də 7. Belə mərtəbəli kəsir olanda, bu kənarlar vurulur, sürətdə yazılır, 42 vurulur 4-də, ortalar da vurulur, məxrəcdə yazılır. 5 vuraq 7. Yəni tənasübün xassası da bu. Burada nə ilə nə ixtisar gedir? Burada elə bir 7 ilə 42 ixtisar gedir, burada 6 qalır. 6 dəfə 4-üm 24, 24-də 5-ə bölürük. Bizə deyir 15 faizi bu olan ədədi tapın. Yəni 15 faizi elə bir ki, 15 faizi 5-də 24 olan ədədi tapırıq. Verilmiş ədəd 5-də 24 faiz göstərən kəsrə bölünür. Bu da bərabərdir. 5-də 24 vurulur 15-də 100-ə. Aha. Burada 24 ilə 15 3-ə ixtisar gedir. Burada 5 qalır, burada 8 qalır. Bu 5 ilə 5-i 5-ə vursaq 125, bu 100-ü də 5-i 5-ə vursaq 25, 100-ü də 25-ə bölsək 4 qalır. 4-ü də 8-ə vursaq 32. Demək, mənim burada ədədim neçəymiş? Cavab burada 32 olur. Sonra davam eləyək hansı sualından? 20-ci sualına. 20-ci sualım belədir. ABC natural ədədləri üçün bu olarsa C ədədi AB ədədindən neçə faiz azdır deyə belə bir sualdır. Gəl baxaq. Burada A bölək B-yə 3-də 2 kimi baxaq. B bölək C-yə burada da 3-də 2-dir. İndi baxırıq burada B. B 3 hissədir. Burada B 2 hissədir. Belə ola bilməz. Gəl bunları bərabərləşdirək. Burada B eyni ədəddir. Mən burada B-ni 6 eləmək istəyirəm. 6 eləsəm burada da 6 eləyə bilərəm. Burada da. B-ni 6 eləmək üçün məxrəci 2-yə vurmaq lazımdır. 3 vuraq 2. O zaman sürəti də 2-yə vurmaq lazımdır. Bu oldu 6-da 4. İndi burada sürətdə də 2. 2-ni 6 eləmək istəyirəm. 2-ni vuraram.
3'ə, o zaman 3'ü vuraram 3'ə, məxrəci də vuraram 3'ə. 9-da 6 elədi. Burada sürət məxrəci k-ya vursaq 4k yuxarıda, 6k aşağıda. Burada 6k yuxarıda, 9k aşağıda. Demək, burada oldu belə. A bərabərdir 4k, B bərabərdir 6k, C bərabərdir 9k olmuş oldu. İndi bizə nə deyir? C ədədi, yəni 9k, A plus B ədədindən A plus B-ni gəl tapaq. A burada 4k'dır, B üstünə də gəlsək 6k'nı 10k'dır. Deyir ki, 9k ədədi. Yəni 10k'dan neçə faiz azdır? Fərqə baxırsan, 10k çıxaq 9k bərabərdir 1k. Onun da hardan gəlib? Ondan gəlirsən də k-nı bölürsən 10k'ya, vurursan 100%'ə. Burada k'lar ixtisar gedir. 10'dan da 100 ixtisar gedir. Bu da eləyir 10%. Cavab 10% azdır. Aha. 21-ci sualımıza baxaq. 21-ci sualımız belədir. Uzunluğu 72 sm olan AB parçasının daxilində ardıcıl olaraq CD nöqtələri qeyd olunmuşdur. Gələ bir dənə AB parçası götürək. AB. Buradan bura nə qədərdir? 72 sm. Aha. C və D nöqtələri ardıcıl götürülmüşdür. C bir də D nöqtələri ardıcıl götürülmüşdür. AC-nin CD-yə nisbəti 2K elə bil buradır, 3K buradır. DB-yə də nisbəti 4K-da buradır. Olarsa AB parçasının bölündüyü birinci və üçüncü hissələrin ortaları arasında. Gəl hələ bir burada tapaq görək. Birinci hissə ilə üçüncü hissənin ortaları. Bax, orta buranı deyir də elə bir ki. Bax, buranın ortası budur. Üçüncü hissənin də ortası budur. Bunlar arasındakı bax, bu məsafəni bizdən soruşur. Burada elə bir ki 2K, üstə gələk 3K, üstə gələk 4K bərabər neçəyə? 72 sm. Burada oldu 9K bərabərdir 72, K bərabərdir 8 olmuş olur. K 8 isə məndə AC neçədir? AC 2K'dır. 2 vuraq 8 bərabərdir 16-ya. Sonra CD məndə 3K'dır. 3 vuraq 8 bərabərdir 24. Sonra DB 4K'dır. 4 vuraq 8 bərabərdir 32. Bunu bildik. İndi burada AC-nin ortası deyirsə, AC 16'dırsa, bax, buradan bura 8'dir, buradan burada 8'dir. Buradan bura məsafə CD-dir. CD neçədir? 24'dür, 24. DB məndə bütövlükdə 32'dirsə, 16 buradır, 16 da bu hissədir. Məndən bu hissəni soruşur, bax bu hissəni. Bu hissə nə olacaqdır? 8, üstə gələk 24, üstə gələk 16. 24 ilə 16 40 elədi. Üstünə də 8 gəlsək 48. Cavab burada 48 olmuş olur. Aha. 22-ci sualımız belədir. 22-ci sualımızda deyir ki 32A ədədi 32A 3 rəqəmli ədədinin 9-a qalxısız bölündüyünü bilərək bu ədədin natural bölünənlərin sayını tapın. Ədəd 9-a bölünməsi üçün rəqəmlər cəmi 9-a bölünməlidir. 3 üstə gələk 2, üstə gələk A bərabərdir. Bu A üstə gələk 5 elədir. İndi A üstə gələk 5. Burada A neçə olsa 9-a bölünər. Təbii ki, A bərabərdir 4 olarsa. 4 ilə 5-in cəmi 9 yeri, o da 9-a bölünür. Demək, mənim 3 rəqəmli ədədim 324'dür. 324. İndi bunun natural bölənlərin sayını soruşur. 324'ü gəl vuruqlarına ayıraq. 324'ü mən 2'yə bölsəm 162 eləyir. 162. 2'yə bölsəm 81. 3'ə bölsəm 27. 3'ə bölsəm 9. 3'ə bölsəm 3. 3'ə bölsəm 1. Demək 324 bərabərdir 2'nin kvadratı 3'ün üstü 4. 3'ün üstü 4.
Buradan da natural bölən sayı deyəndə 2-nin üstünə 1 gəlirik, bir də 4-ün üstünə 1 gəlirik. Bu 3 vuraq 5 deməkdir. 3 vuraq 5 deməkdir. O da 15-dir. Demək, natural bölən sayı neçə dənədir burada? Cavab 15 dənə. Sonra 23-cü sualımıza baxaq. 23-cü sualımız belədir. A minus B bərabərdir 3 olarsa, bu ifadənin qiymətini tapın deyir. ABC çıxaq B AC bölək 9. Bu bərabər görək nəyə bərabərdir? 9-da. Bunu parçalasaq 100A üstə gələk 10B üstə gələk C. Çıxılsın 100B üstə gələk 10A üstə gələk C. Bu da bərabərdir. 9-da mötərizəni açsaq 100A üstə gələk 10B üstə gələk C çıxaq 100B çıxaq 10A çıxaq C. Bu da bərabərdir. Burada elə bir ki 100A'dan 10A'nı çıxsaq 90A 100B mənfi 10B müsbət çıxaq 90B C ilə də C-nin çıxanda 0 elədi. Bölünsün 9 bu bərabərdir. Burada elə 9-u çıxarsan qabağa 10. Belə deyək də burada 9-u çıxartmayaq qabağa. Burada 90-ı çıxardaq qabağa. A çıxaq B bölək 9. Burada 90-dan 9 ixtisar getdi. 10 qaldı. 10 vuraq A çıxaq B. A çıxaq B-nin sayını verib mənə 3-dür. 10 vuraq 3. O da bərabərdə 30 olmuş olur. Cavab burada 30 olmuş olur. 24-cü sualımıza baxaq. Bu da çətin deyil, asandır. Ümumiyyətlə, çoxluq misalların əksəriyyəti asan olur. Bəzən çətin də olur, amma indi burada asan veriblər. İndi bizə nə verir? 2 dənə Euler-Venn diaqramı çəkək, kəsişən. Birinə A çoxluğu deyirəm, birinə B çoxluğu deyirəm. Burada kəsişmədə tutaq ki, kəsişmədə x dənə element var. A çoxluğunun özündə 13 element varsa, bu təkcə A çoxluğunda 13 çıxaq x element var. B çoxluğunda 7 element varsa, burada 7 çıxaq x element var. İndi bizə deyir birləşmə, yəni birləşmə neçəyə bərabərdir? 3 dənə kəsişməyə bərabərdir. Yəni birləşmədə 3x var. Yəni belə desək 3x bərabərdir 13 çıxaq x üstə gələk x üstə gələk 7 çıxaq x. Bax bunların hamısını topladım. Buradan 3x bərabərdir. X-dən mənfi x müsbət x 0 elədi. 20 çıxaq x elədi. X-i sağ tərəfə keçirsəm 4x bərabərdir 20. X də bərabərdir 5 olmuş olur. Bizdən nəyi soruşur? A çıxaq B. Bura elə bir ki A çıxaq B-dir. Burada B çıxaq A-dır. A çıxaq B-də nə var? A çıxaq B-də 13 çıxaq x-dir də. 13 çıxaq x-in qiyməti 5-dir. Burada 8 elədi. B çıxaq A-da nədir bəs? B çıxaq A-da da 7 çıxaq x-dir. 7 çıxaq 5, o da bərabərdir 2. Bunların fərqini soruşur. Elə bir ki A çıxaq B çıxaq B çıxaq A bərabərdir 8 çıxaq 2, o da 6 eləmiş olur. Cavab burada 6-dır. Və nəhayət gəldik sonuncu sualımıza. Sonuncu sualımız burada 25-dir. 25-ci sualımız belədir. A santimetr uzunluğundakı parça bu ədədlərlə tərs mütənasib 3 hissəyə ayrılır. Alınan parçalardan ən kiçik ilə ən böyük uzunluqları cəmi 150 olarsa A-nı tapın deyə bir sualdır. Bax uşaqlar 3 deyir, 5 deyir, 6 deyir. Bunların tərsi 3də 1-dir, 5də 1-dir, 6da 1-dir. Bir hissəyə mən K desəm bu 3də 1 K-dır, 5də 1 K-dır, 6da 1 K-dır. Bu parçalar cəmi A-nı verirsə, bunları cəmləyib A-ya bərabər eləyirik. Ya görək burada A nəyə bərabərdir? A bərabərdir. Bunlara ortaq məxrəc 3-ə, 5-ə, 6-ya ortaq məxrəc 30-dur. Burada 3-ü 30 eləmək üçün 10-a vurduq, 10-u da K-ya vurduq, 10K. Üstə gələk, 5-i 30 eləmək üçün 6-ya vurduq, 6-nı da 1 K-ya vursaq 6K. Burada da 6-nı 30 eləmək üçün 5-ə vurduq, 5K. Bərabərdir. Burada 30-da 21K elədi.
Aha, düzmü yazdıq? Bəli, düz yazdıq. 16, 21. Bunu da 3-ə ixtisar eləsəm, məxrəcdə 10 qalır. Sürətdə 7K qalır. Mənim A ədədim budur. Alınan parçalardan ən kiçik ilə ən böyüyün uzunluqları cəmi. İndi belə deyək də, burada A nəyə bərabərdir? A bərabərdir 10-da 7K. Ən kiçik ilə ən böyüyün uzunluqları cəmi. Ən kiçik hissə hansıdır? Ən kiçik hissə altda 1 K'dır. Altda 1 K. Buradan mən K'nı tapsam, K bərabərdir 10A bölünsün 7-yə bərabərdir. Ən kiçik hissə budur. Ən böyük hissə də 3'də 1 K'dır. Gəlin buradan altda 1 K'nı tapaq. Bərabərdir. Altda 1 vuraq. K'nın qiyməti 7'də 10 A'dır. Bu da bərabərdir. Burada elə bununla bu 2'yə ixtisar geçsə, burada 3 qalır. 3'ü 7'yə vursaq 21. Yuxarıda da 5A qalır. Aha. Sonra aşağıda o birisi 3'də 1 K. 3'də 1 K bərabərdir. 3'də 1 K'nın qiyməti 7'də 10 A'dır. O da bərabərdir. 21'də 10 A olmuş olur. Bizdən deyir ki, ən kiçik ilə ən böyüyün uzunluqları cəmi. Yəni bunların cəmi 150'yə bərabərdir. Yəni 21'də 5A üstə gələk 21'də 10A bərabərdir 150. Buradan 21 ortaq məxrəcdir. 10 ilə 5 toplasaq 15A bərabərdir 150. Aha. Buradan hər tərəfi 15'ə bölsək, burada 1 qalır, burada 10 qalır. Yəni A bölək 21 bərabərdir 10. Mən buradan A'nı tapsam, A bərabərdir 21 vurulur 10'a, o da bərabərdir 210 eləmiş olur. Cavab burada 210'dur. Dəyərli izləyicilər, əgər bəyəndiksə bəyənmə düyməsini vuraq, bəyənmədiksə vurmaya bilərik yəni. Bir də zəhmət olmasa bəyənsək, abunə olaq, sayımız artsın, hər kəs bundan istifadə eləyə bilsin. Sağ olun, gecəniz xeyrə qalsın.